Özünü ölmüş kimi qələmə verən şirkət rəhbəri gördüyünüz bu qəbirdə dırnaqarası dəfn olunub, yaxınları isə onu ölmüş bilib ona yas saxlayıblar. Amma sən demə, hüquq mühafizə orqanlarından yayılmaq üçün həmin şəxs avtomobilində özünü yandıraraq ölümünü saxtalaşdırıb. APA TV-nin yerli bürosunun xəbərinə görə Qəniyevin öz ölümünü imitasiya etməsinin səbəbi direktoru olduğu Kaspian İnşaat MB MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmaların aparılması olub. Rafət Qəniyev isə bu araşdırmalardan xilas olmaq üçün avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırıb və özünü ölmüş kimi qələmə verib. Qəniyevin yanan maşınından çıxan sümük qalıqları Salyan rayonunun Sarvan kənd qəbirstanlığında Rafət Qəniyevin həyatdan köçmüş qohumlarının qəbirləri ətrafında dəfn edilir. Yalançı dəfn mərasimində Rafətin qardaşı Elnur Qəniyev, kənd məscidinin axundu Həbib Abdullayev və digər şəxslər